Bir çox insanın tanış olduğu səhnədir. Adını çağırırsan, səsini biraz qaldırırsan, hətta tonumu dəyişirsən, pişik isə yerindən tərpənmir. Sanki eşitmir. Amma bir neçə saniyə sonra qulağı tərpənir, gözləri yavaşca sənə tərəf çevrilir. Bu gecikmə təsadüfdürmü? Yoxsa pişik zehninin bizə görünməyən başqa bir işləmə qaydası var? Bu sualın cavabı sadə bir vecinə almır izahından xeyli dərindədir. İlk baxışda paradoks yaranır. Çünki pişiklərin eşitmə qabiliyyəti insanlardan qat-qat üstündür. Onlar bizim eşitmədiyimiz yüksək tezlikli səsləri belə rahatlıqla ayırd edə bilirlər. Kiçik bir siçanın divar arxasında çıxardığı cüzi səs, pişik üçün sanki yaxınlıqdan gələn aydın bir çağırış kimidir. Bəs belə bir canlı, insan səsini niyə gec eşidir kimi davranır? Əslində məsələ eşitməkdə deyil, əhəmiyyət verməkdədir. Pişik beyni səsləri bizim kimi sosial məna ilə emal etmir. İnsan danışığı bizim üçün informasiya, xəbərdarlıq və ya əlaqə vasitəsidir. Pişik üçün isə insan səsi çox vaxt sadəcə fon səslərindən biridir. Onun beyni əvvəlcə bu sualı verir. Bu səs mənim üçün həyati əhəmiyyət daşıyırmı? Əgər cavab xeyirdirsə, reaksiyada təxirə salınır. Pişiklər tək-tək ov edən canlılardır. Onların təkamülü sürətli reaksiya verməkdən çox, düzgün reaksiya vermək üzərində qurulub. Bu səbəbdən pişik səs eşidəndə dərhal hərəkət etmir. O əvvəlcə dayanır, dinləyir, müqayisə edir və qiymətləndirir. Bu bir neçə saniyəlik sükut əslində passivlik yox, analiz mərhələsidir. İnsan bunu gecikmə kimi görür. Pişik isə həmin anda qərar verir. Təhlükədirmi? Ov ehtimalı varmı? Enerji sərf etməyə dəyərmi? Əgər səs bu suallardan heç birinə müsbət cavab vermirsə, pişik reaksiya verməməyi seçir. Bu onun üçün rasional davranışdır. Burada bir başqa incə məqam da var. Pişiklər insan sözlərini deyil, intonasiyanı oxuyur. Sözlərin məzmunu onlar üçün mənasızdır. Amma səsin tonu, ritmi və emosional yükü olduqca önəmlidir. Sakit, monoton çağırış pişik beynində təhlükəsiz və maraqsız kimi kodlanır. Bu zaman cavab ya gec gəlir, ya da ümumiyyətlə gəlmir. Əksinə, qısa, yüksək tonlu, biraz pişik səsinə bənzər çağırışlar onların diqqətini daha tez çəkir. Çünki bu cür səslər onların təbii eşitmə prioritetlərinə daha yaxındır. Bəzən pişik reaksiya vermir, amma hər şeyi eşidir. Qulağının yüngülcə tərpənməsi, quyruğun ucunun hərəkəti və ya göz bəbəklərinin böyüməsi bunu göstərir. Bu davranış bizə bir həqiqəti xatırladır. Pişiklərin reaksiyası həmişə hərəkət şəklində olmur. Onların cavabı çox vaxt daxildə baş verir. İnsan reaksiya bərabərdir cavab kimi düşünür. Pişik üçün isə reaksiya bərabərdir qərardır. Bu səbəbdən pişiyin sənə gec baxması hörmətsizlik deyil, laqeydlik də deyil. Bu, müstəqil bir şuurun öz prioritetlərinə görə qərar verməsidir. Pişik səni eşidir, sadəcə dərhal cavab verməyi vacib saymır. Əslində bu davranış pişiklərin ən fərqli və bəlkə də ən dəyərli xüsusiyyətini üzə çıxarır. Onlar bizi idarə olunan sosial münasibətin yox, seçilmiş əlaqənin içində saxlayır. Yəni, pişik sənə cavab verəndə bunu məcbur olduğu üçün deyil, istədiyi üçün edir. Və bəlkə də pişiklərin bu gec reaksiyası bizə tək bir şey öyrədir. Hər səsə dərhal cavab vermək zəka deyil, bəzən susub düşünmək daha ağıllı davranışdır.